Əl-Ələq, Laxtalanmış qan surəsi. Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adı ilə. İqra bismi rabbikəl-ləzi xalaq. Yaradan Rəbbinin adı ilə oxu. Xalaqal insana min alaq. O, insanı qan laxtasından yaratdı. İqra və rabbukəl-əkram. Oxu, sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. Əlləzi alləmə bil-qələm. O, qələmlə yazmağı öyrətdi. Alləməl insana mə ləm ya'ləm. İnsana bilmədiklərini öyrətdi. Kəllə innəl insana ləyətğā. Xeyr, insan doğrudan da həddini aşır. Ər-rəəhu istəğnə. Özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə. İnnə ilə rabbikər-rüc'a. Axı son dönüşün Rəbbinədir. Ərəəytəl-ləzi yənhə. Gördünmü o kəsi ki, mane olur Abdən izə sallə. bir bəndiyə namaz qıldığı zaman. Ərəəytə in kənə aləl-hudə. Söylə görək, əgər o bəndə doğru yoldadırsa, Əv əmərə bit-təqvə. yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun? Ərəəytə in kəzzəbə və təvəllə. Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun? Ələm ya'ləm biənnəlləhə yərə. Məyər o bilmir ki, Allah görür? Kəllə ləin ləm yəntəhi lənəsfə'ən bin-nəsiyə. Xeyr, əgər yaramaz əməlinə son qoymasa, biz onun kəkilindən tutacağıq. Nəsiyyətin kəzibətin xatıyə. Yalançı, günahkar kəkilindən. Bəl yəd'u nədiyyə. Qoy öz yığnağını çağırsın. Sənəd'u zəbəniyə. Biz də əzab mələklərini çağıracağıq. Kəllə lə tuti'hu vəscud vəqtərib. Xeyr, sən ona qulaq asma. Səcdə qıl və Allaha yaxınlaş.